Bu ki niyə xanımlar, arvadlar və qızların içərisində bizim bilgəmiz azdır? Bir nədəni vardır. Bu nədəni çoxlarından eşidibsiz, çox ayrı böyük filosoflar deyiblər və mən elə onların sözlərini deyəcəm. Məncə bir yeni bir söz deyil. Baxın, önəmli nədəni budur ki, əzləhazı hormoni arvadların bədənləri sabit deyil. Biz bilirik, testosteron hormonu kişilərin bədənində həddi sabitdə tolid olunur, yaxşı və müstəmər halətində. Amma progesteron və estrogen ki, arvadların hormonlarıdır, bunlar beşikli sabit tolid olunmur. Bir xas mənhəniləri vardır. Yəni bəzi məvaqe, der vaqiə o period zamanları yetişəndə çoxalır, sonra bir yol azalır. Bu çoxalmaq, azalmaq bais olur ki, bunların əslən əzləhazı fiziolojiki sobatları olmasın. Leza bunların təsmin tutmaqları da o cürdür. Belə fərz bir dənə çox sadə misal verim. Mən kişi girəm bazara, bir nəmə bir daha geyiş alam geyim. Da mən geyirəm, yolda şalvar görəm, qızıl görəm, heç birini almayacağam. Bir dənə geyişimi alacağam, gedəcəm. Amma bir dənə arvad deyəm, mən geyirəm, geyiş alam. Yolda məsələn bir chips görür, bir daha chips alır. Nə olar yeməkdir? Bir şalvar görür, bir başmaq görür, bir qızıl görür. Hərəsindən bir dənə alır. O sobat feki təsmin girir, beşikli mutlaqı yoxdur. Dərhal ki biz bu da bilirik. Anatomik və fiziolojik halətində arvadların beyinləri kişilərin beynindən qabaqdır. Amma niyə bu cür oldu? Fikirlərin veriblər qeyri-mühüm, önəmli olmayan məsailə. Fikirlərin bir yerə mütəmərkəz eləmirlər. Dağıdırlar neçə yerə. Bu vaxtı bizə dərhal fikri neçə yerə dağıtmaq. Buna görə bizim tuli tarixdə bilgəmiz olmayıbdır. Nəbi ya Rəsulumuz olmayıbdır arvadların içərisində. Böyük səyyaslarımız olmayıb. Olan böyük adamlar, muxtərilər, muhtəşiflər çoxu kişilərdən olubdur tuli tarixdə. Bu ki deyirlər, kişilər gücləri var idi, qol gücləri vardı, fiziki halətdə güclər vardı və qabağa keçdi. Bu da əslən rəbti yoxdur. Arvadlar onda ki gördülər o ibtidai zamanlar. Bu ki bunlar otururlar, kişilər də gedərlər, şikar eləyib gələrlər, avlayarlar gələrlər heyvanı. Bunlar nəhayətən evdə bir daha bişirib yeyəcəklər. Bunların nəfləri nədir da? Bir dəfə də otururlar evdə, kişi də işlər gətirir. Bu siyasət yaxşı siyasətdir. Mən oturam, kişi mənə işləyə gətirir. Amma bu rəsm olmaq bais olur ki, bəzi camiələr ki, bu rəsmdən eşiyə çıxmayırlar. Məsələn, bizim camiəmiz bu gün ötürsün. Yox, bəzi çoxlu camiələr, der vaqiə tövsiyə tapılmış camiələr, məsələn, Japon və Avropa kəşvərlərdə və ya hətta Çinin özü, bunlarda arvadlar işləyirlər. Arvadlarla kişilərin vəzifəsi kamilən müsavidir. O bədəvi halətdən eşiyə çıxırlar. Biz hələ o bədəvi halətdən eşiyə çıxamamışıq.